اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. والصلاة والسلام على رسول الله الأمين. حبيب إلهنا وطبيب نفوسنا أبو القاسم محمد. اللهم صل على وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء سيدة النساء العالمين وعلى حسن والحسين وعلى علي بن الحسين وعلى محمد بن علي وعلى جعفر بن محمد وعلى موسى بن جعفر وعلى علي بن موسى وعلى محمد بن علي وعلى علي بن محمد وعلى حسن بن علي وعلى حجة القائم المنتظر المهدي. أما بعد قال الله تبارك وتعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. صدق الله العلي العظيم. يا عباد الله أوصيكم ونفسي بتقوى الله. Əziz və dəyərli möminlər, inşallah ikinci xütbəni İmam Əli əleyhissalama bir hədisi diqqətinizə çatdırıb qısa şəkildə şərh eləyərəm. Sonra inşallah cümə namazını qılarıq. İmam Əli əleyhissalam buyurur ki, ataların övladları üçün geridə qoyduğu ən yaxşı miras ədəbdir. İnsanlar çalışır ki, övladına mal dövlət, hansısa bir maddi bir miras qoysun. Amma övlada böyük sərvət də qoysan, ona nə qədər mal varlığı da qoysan, onu idarə eləməyi, istifadə eləməyi ona öyrətməsən, o mal varlığının ona heç bir faydası olmaz. Baxırsan ki, imkanlı şəxs olur, böyük miras qoyur evladlarına dünyadan köçür, amma özü dünyadan köçən kimi evladları həmin mirası darmadağın eləyirlər. Darmadağın eləyib məhv eləyirlər. Niyə? Çünki mal varlığı qoyub onlara, amma düzgün ədəb verməyib. Ədəbsiz insana o sərvət nə xeyir verər? Heç bir xeyir verməz. Ədəb insanın Allahla, valideynlə, cəmiyyətlə münasibətini tənzimləyən bir mexanizmadır. Quran-ı Kərimin hər bir ayəsi bir ədəbdir, insanı ədəbə səsləyir, insana bir şey öyrədir. Ədəb həm də insanı cəmiyyətdəki yerini də müəyyənləşdirən bir şeydir. Baxın, ədəbli insana daim cəmiyyət ehtiram eləyir, onun hörmətini saxlayır, onun yanında qeyri-etik bir hərəkət etməkdən çəkinirlər. Çünki bilirlər ki, bu ədəbli insandır, buna hörmət qoyurlar. Amma bir insan ədəbsiz olsa, həmin insanın heç cəmiyyətdə də yeri olmaz, həmin insana cəmiyyətdə də hörmət qoymurlar. Ümumiyyətlə, cəmiyyətdə mehribançılığı qoruyan da elə ədəbdir. Ədəb olanda insan nəyi necə edəcəyini biləndə, onda cəmiyyətdə də mehribançılıq formalaşır. Ədəb yəni ümumi davranış qaydasıdır. Harada nəyi necə eləmək lazımdır, insan gərək hər şeyin yerini bilsin. Bir şeyin yerini bilmək ədəbli olmaqdır. İnsan çox məlumatlı ola bilər, çox təhsilli ola bilər. Amma baxırsan ki, ədəbi olmasa, bu məlumatının, savadının ona heç bir faydası olmaz. Bunlar çünki ədəblə zinət tapır. Ədəb olmayanda bunların heç bir dəyəri qalmır. Bunlar öz dəyərini itirir. Allah Teala bizləri cəmiyyətdə ədəblə davranan şəxslərdən qərar versin və gələcək üçün ədəbi miras qoyan şəxslərdən qərar versin. İlahi, dua və ibadətlərimizi qəbul elə. İlahi, dərgahına açılan əllərimizi naümid qaytarma. İlahi, amin deyən dilləri lal öldürmə. İlahi, Məhərrəm ayındayıq, əzadarlıq günləridir. Bizləri
İmam Hüseyin aleyhissalam ve 72 şühedasından ayrı salma. Bizlere dünyada İmam Hüseyin aleyhissalamın ziyaretin, ahirette şefayetin nasip elə. İlahi bizlərə layiqi şəkildə İmam Hüseyin aleyhissalama əzadar olmağı qismət elə. İlahi şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Ailələrinə səbr-i cəmil əta elə. İlahi qazilərimizə şəfa ver. İlahi cəbhə xəttində dayanan əskər qardaşlarımızı özün hifz elə. İlahi gənclərimizi ağla gəlməyən bəlalərdən, pis vərdişlərdən uzaq edib düz yolda sabit qədəm elə. İlahi ağsaqqallarımızın vüqarın günü gündən artıq elə. İlahi bizlərlə cümə namazında ana bacılarımız da iştirak edir. Onların da qəlbində nə hacətin, nə çətinliyi varsa, xanım Zeynəb, xanım Zəhra hörmətinə özün həll elə. İlahi çətinliyi olanlar var, iltimas eləyənlər var. Cəmi çətinlikdə olanların çətinliyini İmam Hüseyin aleyhissalam xatirinə özün həll elə. İlahi xəstəxanalarda və evlərdə xəstəsi olanlar var, çarəsi tapılmayan xəstəliklər var. Cəmi xəstələrə İmam Səccad aleyhissalam hörmətinə özün şəfa inayət elə. İlahi günahlarımızı bağışlamamış bizi qəbr evinə aparma. İlahi bu məscidin tikintisində hər növ xidmət göstəriblər, istər maddi, istər fiziki, istər mənəvi. Onların dünya və axirət evlərini özün abad elə. İlahi zamanə imamının da zuhurun təcil elə. Çətinliklərimizin həllindən ötürü, cəmi xəstələrin şəfa tapmasından ötürü, gələcək günlərimizin xeyirli və bərəkətli olmasından ötürü Peyğəmbər və Ali Peyğəmbərə salavat zikr eləyək.